Bugün Ukraynada şəhər və kəndlər yer üzündən silinib. Buçada soyqırımı həyata keçirilib. Ukrayna xalqı bəşəriyyətin üzləşdiyi ən ağır humanitar böhranlardan birini yaşayır. Yaxşı, bu müharibədə udan varmı? Xeyr, olmayacaqdır. Artıq insan resursları belə tükənir. Və bugün Rusiya miqrantları müharibəyə göndərir. Məcburən. Getməyənlər hədələnir, onların ailə üzvləri və yaxınları təhdid edilir, döyülür, hətta öldürülür də elə Səfərovlar ailəsi kimi. Müharibəyə gedənlərə isə kompensasiya belə verilmir. Hətta belə faktlar da var ki, qayıdan miqrantları şantaj edib yenidən müharibəyə, özü də ən çətin, ən gərgin nöqtələrə göndərirlər. Bir sözlə, imperiya dağılıb, amma prinsipləri yaşayır. Lakin Kreml rəsmiləri bir qədər yaxşı düşünsələr görərlər ki, 70 illik imperiyanı dağıdan da eləməz həmin prinsiplər oldu. Odur ki, ehtiyatlı olun. Bu prinsiplər regionda onsuz da dostu və müttəfiqi qalmayan Rusiyanı da çöktürməsin.